Azərbaycan Kickboxing Federasiyasının Hakimlər Kollegiyasının sədr müavini Vako A dərəcəli beynəlxalq hakim Aydın Ağabəyov Qəbələdə keçirilən yoldaşlıq görüşü çərçivəsində gənc idmançılarla və məşqçilərlə maarifləndirici seminar keçirib. Seminar zamanı kickboxing qaydaları, müxtəlif döyüş üslublarının xüsusiyyətləri, zərbələrin düzgün tətbiqi, qiymətləndirmə meyarları, idmançıların yol verdiyi tipik səhvlər və hakimlərin diqqət yetirdiyi əsas məqamlar ətraflı izah olunub. Aydın Ağabəyov öz zəngin beynəlxalq hakimlik təcrübəsini iştirakçılarla bölüşərək onların suallarını cavablandırıb və faydalı tövsiyələr verib. Gənc idmançılar seminarı böyük maraqla izləyərək dəyərli biliklər əldə ediblər. Belə maarifləndirici görüşlər idmançıların həm nəzəri hazırlığının, həm də yarışlarda uğurlu çıxış etmələri üçün vacib olan qayda biliklərinin artırılmasına mühüm töhfə verir. Azərbaycan Kickboxing Federasiyasının gələcəkdə də bu cür maarifləndirici tədbirlərin davam etdirilməsini və gənc idmançıların inkişafına dəstək göstərilməsini prioritet istiqamətlərdən biri kimi davam etdirəcək.